Herkese selamlar dostlar. Bugün sizlerle birlikte Age of History 2 oynuyoruz ve bugün Azerbaycan ile efsanevi zorluqda savaş sisi kapalı şəkildə AI saldırganlığı isə %200'də ayarlama çətindir biraz. AI saldırganlığını 200 eləyərək hayatta qalmaya çalışacaq. Zorluq baxın görün %47 zorluq. Azərbaycanla oynamaq çətin bir işdir. Çünki il 2018'dir. Teknolojik olaraq nə pis nə yaxşı. Baxın indi burada vergiləri, malları, yatırımları hamısı xəttə tuturam və yenə də 1130 qazanırıq. İlk öncəliklə mənim taktikam ordu bakımını birinci ilə fullləmək. Ordu bakımı fullləyəndə işim çox rahat olur. Sonra 2 dənə qaldı. İkisini araşdırmaya, qalanlarını da bu 5 dənəsinin arasında bölüşdürürəm. Buna ver, 1244. Bayaqkindən nə pis nə yaxşı. Ermənistandan hər türlü çox güclüyük. Gürcüstandan da, yəni qonşularımızdan güclüyük. 80-cıyıq, amma yenə də güclüyük. İndi bu oyunun bu hissəsində sürətlə keçəcəm. İlk məqsədim Qafqazda tamamilə hakimiyyət qurmaq. Yəni Ermənistan və Gürcüstan ikisini də işğal eləmək. Ermənistan işğal eləsəm köhnə torpaqlarımı azad eləyəcəm. Gürcüstan işğal eləsəm Qara dənizə açıla biləcəm. Qara dənizdən də açılıb bu torpaqlara, Balkanlara açıla bilərəm. Oha, Rusya 2 dənə ölkə müharibə açıb. Nəysə, həm də ki mənim qonşu dövlətlərlə ilişkilərimi yaxşı tutmam lazım. Çünki ətrafım baxın çox vəhşi ölkələrlə doludur. Və həqiqi həyatda Çinlə Rusiya ən yaxşı dost ikən indi isə rəqibdirlər. Nəysə, bundan əlavə Qazaxıstan, Türkmənistan eləmirəm, amma eləyəcəm və Özbəkistan və də ki Qırğızstanla aramı yaxşı tutacam. Çünki bunlar da türk dövlətdir. Bunlar da mənim qardaşlarımdır. Bu videoya baxan hər hansı bir türk salam verirəm. Oha, ən boy savaş, ən gözlədiyim savaş. Kuzey Kore ilə Güney Kore savaşı. Oy, Güney Kore'nin ordularına bax hala. 10.000. 13. Aha, Güney Kore atağa keçdi. Kuzey Kore hələ ki gerilik. Aha. Bir dəqiqə, Taylandla Myanmarda savaş açıb. Nəysə, mənə dəxli yoxdur. Mənə ən maraqlısı budur. Komünist deyə bir də. Hansı ölkədir bu? Gabon. Gabon bir ölkə var. Kuzey Kore'yi işğal elədi. Güney Kore. Aha, işğal elədi. Diktatorluğa son qoydu. Kuzey Kore'ye biraz nabildi, amma nəysə. Onda mənim bu güclü ada ölkələri ilə aramı yaxşı tutmam lazım. Güney Kore'yi bayaq gördünüz neynədir. Güney Kore neçəncidir? 33, Japonya 6, Çin 2, Rusya 4, Hindistan 3, əlbəttə ki Amerikada 1. Biz isə 76-cıyıq. Ki bu da ki çox pisdir.
Hamı da dünəndən razı imişləri diplomat geri göndərməyə. Nəysə sürətlə keçək ki biz landlocked, yəni quruya, yəni dənizə sahilimiz yoxdur. Yəni bu Xəzər dənizinə baxmayın, bu okeana açılmır. Bu bizə problem yaradır. Ona görə Qara dəniz bizim üçün tək çarədir. Niyə Pramı Gürcüstana saldırmırsınız deyirsinizsə? Çünki mənim ən zəhləm gedən ölkə Ermənistandır. Bu Ermənistan bizim torpaqları işğaldan azad eləmemiz lazım. Hə. İlişkiləri gəlişdirməyə davam edəcəm. Aha, Rusiya Amerikaya da savaş açır. Rusiyanın düşməsi an məsələsi. Ha, Qırğızstan yaddan çıxdı. Debra, Qırğızstan sən də bizdənsən. O bir dəqiqə. Qazaxıstan İtaliyaya savaş açdı. Mən hər bu oyunu oynayanda Yunanistanla Romanya savaşır. Niyə? Oo, İtaliya nə edir İtaliya? Mən İspaniya ilə də ilişkilərimi gəlişdirəcəm. 100.000 pulumuz oldu. Gəlişməyə davam. Oyun kod edildi, əla. Özdə dostlar, sabahdan Age of Story'də 2-də yepyeni bir seri eləyəcəm. Bu seridə sizin yorumlarda atdığınız, sizin yorumlarınızla bir də ölçə eləyəcəm. Bu seriyə dünyada çox ölkə olana qədər davam eləyəcəm. Və də ki, ölkə və səs animasyonları istəyirsinizsə, yorumlara yaza bilərsiniz. Hal-hazırda bir dənə animasiya üzrə çalışıram. Aha, Qazaxıstan bizi dost millət sayır. Ki, zaten dost millət, qardaş millət. Hə, Türkmənistan. Türkmənistan mənə biraz problemli gəlir. Aha, Özbəkistan deyir. Afqanistana müharibə. Bir dəqiqə, Pakistan yaddan çıxdı ya. Pakistan da bizə az kömək eləməyib. İsrail Türklər ucu mənə söyləyəcək prosto. İsrail bizə Qarabağ müharibəsində nə qədər kömək elədi. Onları da halda qoya bilmərəm mən. Hamısı dünəndən razıdır. İlişkiləri bitirməyə. Mənə problemlisi İran kimi gəlir. Bu Rusiyanın axırıncı vəziyyəti nə oldu? Rusiyada nə qədər əyalət var? İndi bir dənə sıralamaya da baxacağım. Teknoloji sıralaması. Teknoloji sıralamasında neçənciyik? Məncə yaxşı bir sıraladayıq. Məsələn, Gürcüstan bizlə bir sıra eyni gedər. İsrailin də. Aha, Güney Kıbrıs'dan Lübnan'da savaş açsın birbirlerine. İki cüce birbirine savaş açsın. Yaxşı, onda ilk savaşımız Ermənistan savaşı. Ermənistan savaşı. Buradan bir tane orada yetiştirək.
Yolla. Ermənistan gəl buraya. Səndən nifrət eləyirəm. Nifrət eləmişəm, nifrət də eləyəcəm. Rusiya. Ha, orada bas istədin. Vay, Gürcistan Türkiyə. Abi ya. Bu mənim bu problemdir indi. Türkiyə utsa mənim Qara dənizə çıxışım olmayacaq. Ermənistan torpaqlarının tamamını aldım. Əslində Ermənistan torpaqlarımı almadım. Öz torpaqlarımı geri gətirdim. Hansı ülkədirsən? Ha? Hə? Hansı ülkədən danışırsan? Heç bir şey. Mən Gürcistana savaş elan edirəm. Çünki mənim qardaş dövlətim Türkiyəyə savaş açdı. Və Türkiyə mənim qardaşımdır. Türkiyə demək Azərbaycan demək. Azərbaycan demək Qazaxıstan demək. Qazaxıstan demək bütün türk dövlətləri demək. Özbəkistan savaşda Özbəkistan uduzu. Özbəkistan Qazaxıstan tərəfindən işğal olunur. Yox, Türkiyə oyanları alma. Oyalar mənimdir. Oraları vermədən. Nə olar? Qara dənizə tək çarəm odur. Türkiyənin oraları alması icazə verə bilmərəm. Hayır, bled. Türkiye'nin aram necədə qız? İttifak təklif eləsəm heç şey eləmir. Hə. Gürcistan barış. Tiflis'e olan Qara dənizə olan tək yolum da gedirəm. Getdi əllərimlə. Tel Aviv, Tiflis, Bakalaki. Bu necə adlardı? Neyse, bura aradı. Ha, neyse orduları geri çəkək. Xəstəliklər baş verib. Özdə düz Gürcistanda. Ölkəmiz sürətlə inkişaf eləyir. Əla. Ölkə sürətlə inkişaf edir. Buradan 2 orduyu dağıdacağım. Yəni çox ordu lazım deyil bizə. Hı. 2000'e yakın orduyu elədim. Neyse. Bunlarla ilişkiləri də gəlişdirim. Bu çox torpaq işğal edir kimi görünür, amma əslində birazcık torpaq işğal edir. Çünki mən Rusiya ilə bir dəfə savaşmışım. Rusiyada çox böyük eyalətləri var. Amma məsələn indi Rusiya buradan comeback atacaq. Kimi gəlir mənə.
Rusya mesela Pekin taraflara girip. Səudi Arabistanla İran'da qırışıb. Dünyanın son halına bir baxmaq istəyirəm. Dünya birinci sırada budur. Bu 2. Bu 3. Rusya ne oldu? Rusya Çinlə qırışır. Eğer saldırganlığı həqiqətən çox yüksəkdir, ona görə Özbekistan getdi, o mənə pis təsir elədi. Özbekistan. Kim işgal eder ki? Qazaxıstan. Qazaxıstanla Afqanistanı işğal elədi. Kazakistan evet. Kazakistan o işgal eder. Olar. Bence de Afganistan'ın. Ama ben ne desem ölerim. Ben ne desem bacarmıyorum. Var ya bacarmıyorum. Türkiyə sənlə mən müttəfiq olmaq istəyirəm səndən. Göndərdim Türkiyəyə ittifaq təklifi. Görüm başqa Çinlə ittifaq ola bilərəm. Türkmenistan. İptal et ittifak. Ha. Kırgızistan. Gelsen da ittifak. Buraya. Ama öyle. O niye reddedildiler? Tüh Allah kahretsin. Neyse dağılmış Türkiye var. Ki Türkiye'de 10'uncudur. Yani dünyanın en güçlü 10'uncu ülkesidir. Ben de 59'am. Bundan savaşım atsam bitəcək mənim. 5 tur sonra. Dostlar hazırsınız mı? İkinci Gürcüstan müharibəsi. İkinci Gürcüstan müharibəsinə hazır olun. Gürcüstan tamamilə işğal olunacaq. Çox qəşəng. Əla. Belə. Türkiyə ilə müttəfiq olmağımız mənim çox işimə yaradı. Çünki daha Qara dənizdən də açıla bilərəm. Bunlar ilişkiləri eləyir. Neyse, İndi savaşı bitiririk. Bu son 3 torbağı da alırıq. Buralarda simülasyonlar eləyirik. Əla. Pulumuz sürətlə artır. Mən ən azı əyalət istiqrarı 80 istəyirəm mən. İndi ölkəni yatırımlar eləməliyik. Məsələn, Bakı, Kale var, çiftlik, atölye, kütüphane. Bunların hamısı olmalıdır. Kaleyi də maxlayaq. Bunlar olmalıdır. Üniversite eləyirik Bakıya bir dənə. Sonra Lənkərana kitabxana, atölye, çiftlik. Bunların hamısı tikiləcək Lənkərana.
üniversite də tikirik Lənkərana. Hətta liman da tikirik, hətta gözetleme kulesi də tikirik, hətta qala da tikirik. Ben başa düşməm yani bu. Oy Türkmenistanla Qırğızistan ittifak teklif düşük. İttifak düşük. İttifak düşük. Niye? Neyse. Ölkədə çoxlu yatırımlar elədim. Və eləməyə də davam eləyəcəm. Mənim məqsədim Bulqaristanı işğal eləmək. Çünki Bulqaristanı işğal eləyə bilsəm, mənim əlimə çox böyük bir koz keçəcək. İndi baxın, mən özüm 51-ciyəm. Ki bu da məncə oyunun başına görə yaxşıdır. Bulqaristan 54-cüdür. Amma buradan göründüyü üzrə 5500 ordusu var. Və bizim hal-hazırda 4500 ordumuz var. Yəni biraz güclənə bilsək, onu rahatca yenə bilərik. Bir dəqiqə, Pakistan kimlə savaşa girdi? Ha, Pakistan, Hırvatistan, həm də ki İran 2 nəfər Hindistan'a da savaşacaq. Nəysə, bu mənə əlaqəli. Bu mənə dəxli yoxdur. Misir. Yaxşı, sözlə savaşda olacağam, amma mən yəni maksimum Türkiyəyə pul dəstəyi verərəm. Ordusal dəstək eləməyi fikirləşmirəm. Çünki yəni mənim Türkiyəyə verə biləcəyim dəstək nə ola bilər ki? İndi Qarabağ bölgəsi. Kitabxana, atölye, çiftlik, gözetleme kulesi. Ondan sonra canım sağdəsin. Bir dənə qala, bir dənə daha çiftlik. Ondan sonra üniversitet. Ha, yaxşı. Siz pul da verdi enayi. Mən zaten ne oldu bu Mısır savaşına? Türkiye zaten dedim de Türkiye həll eləyəcək dedim. Bu Etiyopya çox pisdir. Ha. Türkiye problemi həll eləyir. Ha. Ha, indi mənim teknoloji yüksəlməsi eləməm lazım. Ona görə biraz sürətlənək. Türkiye. Ha, bütün Mısır'ı işğal elədi. Türkiye Osmanlı'yı qurur. İndi Rusya'ya savaş atsa heç şaşırmayayım. Buradan belə. Bugünün son fəthin. Ha. Türkiye özü savaşı həll eləyir də. Bugünün son fəthini eləmək istəyirəm mən. Türkiye zaten savaşı həll elədi. Biraz ordu basayım öz yerlerimizden.
Mində qurulan. Əla. Bütün ordular Qarabağda yığırıq. İndi ordumuzu buraya getiririk. Yox, yox, yox. Bulqaristana düşməsi mənim işimə yaramaz. Yox. Ne edə bilərik? Romaniyanın böyüməsi problem. Ukrayna Avropa bir-birinə girib. Bu nə girməkdir? Hayda da. Sən nə bax mənə. Mən sən mənə bir askeri erişim ver. Zəhmət olmasa. Tamam. O hangi şeyin oldu? Bəyə. Mən 59 imişəm bir də. Romaniyanın əslində savaşa girməsi həm mənim üçün pis həm də yaxşı oldu. Pis tərəfi zaten torpaqları işğal olundu. Yaxşı tərəfi indi o özü zaten qancıq güc qalıb. Yəni Romaniya bayaqçı halı ilə indiki halı arasında dağlar qədər fərq var. Beləcə Bulqar savaşında bitirdik. Və artıq biz sadəcə Qafqaz hökuməti deyil, artıq Avropada da torpağımız olan bir dövlət. Zaten az əcdad olmasını istəyirəm. Mən eyalətin istiqrarını artırmaq üçün ilk öncəliklə yeni işlər eləyəcəm. Sən nəysə. Onu bıraxaq. Charlie məni çox bezdirdi. Bunların sudan keçməsi problemdir. Sürətlə gedirsə taxta. Doğru. $12.000 ordu. Mən nə deyir? Birinci bu ordunu biraz dağıdaq. Bunu nişan eləyim yoxsa ürəyimdə qalır. Ordu dağıdı. Bu qədərini dağıtdı. Zaten gəlirin özü yüksəldi bir anda. Albanya ne inir Albanya? Albanya kiməsə comeback atır. İndi Plevenə bir universitet tikəcəm. 13.000 istəyir. Heç no problemo. Fərhad prezident tikir. İşte bu. Bu turdan sonra tikilir. Tikilmədi. Şükür. Onda bugünlük Age of Story 2 videomuzu burada bitirək. Dünyanın son halına baxaq. BG. Afganistan, Pakistan yiyir. Yok, Pakistan yok. Bilirəm. Pakistan ama Çin'i yeyir. Savaş. Mongolistan tək dəyişməyən ölkə. Qırğızistan, Türkmenistan. Irak, Suriye yer. Kim diyor? Bu ne diyor? Burası niye benzer? Hindistanla İran savaşında.
Nəysə, dünyanın son halı. Kanadada Allah rəhmət eyləsin. Sizlərə ömür. Nəysə, videomu burada bitiririk. Daha çox beləcə videonun gəlməsi istəyirsinizsə kanala like atıb abunə olmayı, bildirişləri açmayı unutmayın. Sağ olun, sağ salamat qalın.